İndi gələk əsas məsələyə. Bilirəm ki, çoxlarını maraqlandırır bu mövzu. Bəyannamələrin vaxtında təqdim edilməsi, hesablamaların dəqiq aparılması və vergilərin vaxtında ödənilməsi zəruridir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yarada bilər. İnzibati və cinayət məsuliyyəti dedikdə təqdim edilmiş bəyannamədə əks olunan məbləğ ilə hesabda göstərilməli olduğunuz məbləğə nisbətən azaldıldığı halda və ya büdcəyə ödənilməli vergi hesabat təqdim etməməklə yayındırıldıqda, vergi ödəyicinə azaldılmış və ya yayındırılmış məbləğlərə görə vergi məcəlləsi ilə müəyyənləşdirilmiş maliyyə sanksiyaları tətbiq olunur. Sizə də bu maliyyə sanksiyalarına düşməmək üçün hesabatları vaxtında və düzgün təqdim etməyi tövsiyə edirəm.